Zəkəriyya Mehdizadə uşaq psixologiyası sahəsində Azərbaycanda tanınmış alimlərdən biridir. O uşaqların təfəkkürünü, öyrənmə üsullarını, onların psixoloji inkişafını dərindən anlamaq istəyirdi. Zəkəriyya bəy bu səbəbdən 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda psixologiya üzrə aspiranturaya daxil olub. O uşaq psixologiyası sahəsində araşdırmalar aparmağa başlayıb. Zəkəriyya Mehdizadənin ən böyük istəyi uşaqların öyrənmə prosesində qarşılaşdığı çətinliklərin səbəbini tapmaq və onlara düzgün yanaşma metodları müəyyənləşdirmək idi. Onun 1953-cü ildə Moskvada müdafiə etdiyi namizədlik dissertasiyası da məhz bu mövzuda idi. Zəkəriyya Mehdizadənin üzərində çalışdığı mövzu ədədlərin bölünməsi və kəsrlərə əməliyyatların mənimsənilməsində əsas çətinliklərin psixoloji təsiri və onların aradan qaldırılması yolları adını daşıyırdı. Burada o uşaqların riyazi biliklərini qavrama prosesində hansı psixoloji maneələrlə qarşılaşdıqlarını araşdırmış, onların düşüncə tərzini daha yaxşı anlamaq üçün müxtəlif tədqiqatlar aparmışdı. Zəkəriyya Mehdizadə uşaqların dərsləri mənimsəmə prosesinə xüsusi diqqət yetirirdi. O hesab və cəbr kurslarında əvvəlki biliklərin yeni öyrənilənlərə təsirini araşdırırdı. Məsələn, uşaqların riyaziyyat dərslərində əvvəl öyrəndikləri qaydalar bəzən yeni mövzuların qavranılmasına mane olurdu. Zəkəriyya Mehdizadə bunu detallı şəkildə tədqiq edərək müəllimlər üçün yeni yanaşmalar təklif edirdi. Onun diqqət mərkəzində olan məsələlərdən biri də fizika dərslərində uşaqların məntiqi və abstrakt təfəkkürünün inkişaf etdirilməsi idi. Professor göstərirdi ki, müəllimlər dərsləri izah edərkən birinci və ikinci siqnal sistemlərini düzgün qurmazlarsa, uşaqlarda lazımi təsəvvürlər formalaşmır. Yəni, birbaşa nəzəri izah vermək əvəzinə real həyat nümunələri üzərindən yanaşmaq daha faydalıdır. Zəkəriyya Mehdizadə bir sıra dərsliklərə müəlliflik edib. O, uşaqların psixoloji xüsusiyyətlərini nəzərə alaraq uşaq və pedaqoji psixologiya məsələləri, yaş və pedaqoji psixologiya kimi kitablar yazıb. 1982, 1984 və 88-ci illərdə çap olunan 3 hissəli uşaq psixologiyası dərs vəsaiti isə alimin bu sahədə ən önəmli işlərindən biridir. Bu kitablarda Zəkəriyya müəllim uşaqların müxtəlif yaş dövrlərində psixoloji inkişaf xüsusiyyətlərini izah edir, valideynlərə və müəllimlərə dəyərli tövsiyələr verirdi. Bundan əlavə Mehdizadə ibtidai sinif şagirdləri üçün yazılmış əlifba dərsliyinin hazırlanmasına da psixoloq kimi töhfə verib. O, uşaqların oxumağa və yazmağa alışma prosesini asanlaşdırmaq üçün metodik yanaşmalar irəli sürüb.